Təxmini 200-400 metr hündürlükdə uşaqlar. Yarım səhra landşaftı yayılıb. Yarım səhra landşaftı bilirsiniz ki, quraqlığa davamlı bitkilərlə əhatə olunur. Xüsusilə yovşandır, şoran otudur, kəngizdir. Ondan sonra belə bir yarım səhra kserofit bitkiləridir. Bu bitkilər quraqlığa davamlı hesab olunurlar və yarım səhra arasında yayılıblar. Torpaqları boz qonur və düzənlik yarım səhralarında isə boz çəmən torpaqlarda uşaqlar. Bu düzdür, dağlara aid deyil. Azərbaycanın kürə hissəsində olan bəzi ərazilərdə boz çəmən torpaqlar var. Sonra xəritədə göstərəcək hissələri. Sadəcə indi bozlarla əlaqə olaraq burada qeyd elədim sizin üçün. İqlimi isə yarım səhra, quru çöl iqlimidir. Bərazər əlverişsiz ərazilərdə daha çox qış otaqları kimi istifadə olunur bəzi hissələrindən. İkinci hissədə, yəni ikinci hündürlükdə təxminən 600-800 metr hündürlüyə qədər olan hissəni çöl landşaftı tutur, düzdür. İndi Böyük Qafqazda meşə çöl, sonra dağ çöl olaraq qruplaşdırılır, amma mən ümumi çöl olaraq sizin üçün yazıram, daha qısa şəkildə olsun. Çöllərdə qara və şabaldı torpaqlar yayılıb. İqlimi mülayim isti iqlimdir. Mülayim isti. Bu ərazi uşaqlar zəngin taxılçılıq regionudur. Yəni əlverişli torpağı, ondan sonra yağıntı şəraiti, düzdür, quraq olsa da məsələn yağıntılar orada bitkilərin böyümə dövründə düşür. O səbəbdən dəmyə əkinçiliyi buralarda daha çox inkişaf edib bu ərazilərdə və taxılçılıq regionlarıdır. Ərazilərindən sonra tanış olacaq. Üçüncü mərtəbədə isə dağ meşə landşaftına rast gəlinir. Dağ meşə landşaftı uşaqlar 800 metrdən, yəni 600-800 metr hündürlükdən başlayır. Təxmini 1800-2000 metr hündürlüyə qədər bizdə dağ meşə landşaftına rast gəlinir. Amma Böyük Qafqazda Baba dağının şimal yamacında 2500 metr hündürlüyə qədər meşə landşaftına rast gəlmək mümkündür. Bizim meşələrimiz uşaqlar enli yarpaqlı ağaclardan təşkil olunub. İynə yarpaqlı ağaclar yarus təşkil eləmir burada. Yəni mərtəbə təşkil eləmirlər. Onlar yalnız tallar şəklində bizim ərazidə yayılıblar. Bizim meşələr fıstıq, vələs və palıd ağaclarından təşkil olunub. Təxmini 1000 metr hündürlüyə qədər olan hissədə quraqlığa davamlı palıd ağaclarına rast gəlinir. Bu palıd elə bir quraqlıq sevən, isti sevən bitkidir. O səbəbdən daha bir yağıntının az olan hissəsində formalaşır dağların. Bu palıd ağaclarının altında qəhvəyi dağ meşə torpaqlarına rast gəlmək mümkündür. Yəni həmin ağacların altında bu torpaqlar formalaşır. Ondan yuxarıda isə 1000 metrdən daha yüksək olan hissələrdə soyuğa və rütubətə davamlı fıstıq və vələs ağacları. Fıstıq, vələs ağaclarına rast gəlmək olur. Bu ağacların altında isə qonur dağ meşə torpaqlarıdır. Qonur dağ meşə. Yenə deyirəm uşaqlar, palıd ağacları quraqlıq sevir, ona görə qəhvəyi dağ meşə torpaqları yaranır. Fıstıq, vələs isə rütubət, soyuq sevdiyinə görə qonur dağ meşə torpaqları burada yayılıb. Buranın iqlimi mülayim istidir. Amma ki uşaqlar, yəni bu meşələrin lap yuxarı sərhədlərində, yəni fıstığın vələsin bitəcəyi hissələrdə soyuq iqlimə də rast gəlmək mümkündür. Amma ümumilikdə testlərdə mülayim isti olaraq qəbul olunur, yəni testləri ilə götürür. Növbəti mərtəbədə isə dağ çəmən landşaftına rast gəlinir. Dağ çəmən landşaftı uşaqlar bizdə subalp və alp olaraq iki hissədən ibarətdir. Bunlar yay otlaqlarıdır. Niyə görə yay otlağıdır? Çünki yəni geniş ot örtüyündən ibarət olan sahələrdilər. Subalplardan uşaqlar biçənək kimi, alplardan isə otlaq kimi daha çox istifadə olunur. Bu ərazilər uşaqlar yayı sərin, yem bazası zəngin olduğuna görə onlarda yəni yay otlağı kimi heyvanları çıxardılar orada, yaylaqlar deyirik o ərazilərə, orada ot alması üçün istifadə olunur. Torpaqlarına birinci hündürlüyünü yazım sizə, təxmini 2700-3000 metr hündürlükdə dağ çəmən landşaftıdır. Torpaqları uşaqlar ibtidai, torflu və çimli dağ çəmən torpaqlarıdır. Düzdür, dabiəsində 5 dənə torpaq var uşaqlar. Aşağıda yumşaq çimli və qara torpağa bənzər torpaqlar da burada yayılıb. Sadəcə o hissələr sizə lazım deyil. Ona görə onu qeyd eləmirəm. İqlimi isə soyuq iqlimdir. Ərazilərindən sonra tanış olacağıq. Daha sonra gəlir subnival. Subnival qayalıq, daşlıqdır. Bunlar buzlaq suların əriməsi nəticəsində əmələ gəlir. Təxmini 3900 metr hündürlüyə qədər formalaşır. Daha sonra isə nivaldır. Nival buzlaqdır. Yəni bizdə buzlaq relyef forması daha hündür, yəni 3900-dən yuxarı olan zirvələrdə formalaşır. Bu səbəbdən orada Zəngəzur və Böyük Qafqaz dağlarını yenə hündürlüyü 4000 metrdən yuxarı olan hissələrini götürəcək. Bu gördüyünüz uşaqları sxemi daha mükəmməl yadınızda saxlayın. Çünki hər biri qəbula düşə biləcək hissələrdir.